İkinci Qarabağ müharibəsində çox sayda oğullarımız əlinə silah alıb cəbhəyə, vətən uğrunda vuruşmağa yollandı. Oğullarını, qızlarını, atalarını, analarını, yoldaşlarını bizə əmanət edərək bizim intiqamımızı düşməndən almaq üçün qorxmadan irəli atıldılar. Vətəni üçün düşünmədən irəli atılan, qanının son damlasına qədər vuruşub düşməni torpaqlarımızdan qovan igidlərimizdən biri də şəhid əsgər Məmmədov Pərvin Natiqoğlu idi. Pərvin 1998-ci il may ayının 20-sində Şəmkir rayonunun Zəyəm qəsəbəsində anadan olmuşdur. Qəlbinin təmizliyi, gülərüzlüyü sayəsində elə uşaq yaşlarından yaşadığı qəsəbədə hər kəsin sevimlisinə çevrilən Pərvin, qəsəbədə yaşayan hər kəsin övladına çevrilmişdi. Əhməd Cəmil adına bir sayılı tam orta məktəbdə təhsilinə başlayan Pərvinin böyüdükcə düşüncələri, dünya görüşü də dəyişməyə başlamışdı. Vətənimizin tarixini öyrəndikcə, ermənilərin törətdikləri vəhşilikləri oxuduqca içində intiqam hissi oyanır, cavan ürəyi Qarabağımızın azadlığı uğrunda döyünməyə başlamışdı. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanan Pərvin, burada da həm nizam-intizamı, həm də fiziki göstəriciləri ilə fərqlənir. Qısa müddət ərzində həm komandirlərinin, həm də əsgər yoldaşlarının hörmətini qazanan Pərvin döyüş taktikasını dərindən öyrənir. İkinci Qarabağ müharibəsinin başladığını eşidən Pərvin könüllü olaraq hərbi komissarlığa müraciət edir. O, uşaqlığından arzuladığı intiqamı ala bilmək üçün yenidən hərbi formanı geyinib düşmənin üzərinə atılır. Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənən Pərvin noyabrın 8-də elə Xocavənd uğrunda gedən döyüşlərdə də şəhadətə ucalır. Ölümündən sonra Füzulinin, Xocavəndin azad olunmasına görə cəsur döyüşçü və vətən uğrunda medallar ilə təltif edilmişdir. Şəhid əsgər Məmmədov Pərvin Natiqoğlu Şəmkir rayonu Zəyəm qəsəbə qəbirstanlığında dəfn edilmişdir.